Sənə fəda olum, ey Peyğəmbər övladı. Namaz qılan kəs hara baxmalıdır? Dayandığı yerə? Yox. Səcdə yerinə baxmalıdır. Bu da onun namazda diqqətli və arxayın olmasına səbəb olar. Sizi fikirli görürəm, ağam. Allah Rəsulunun məscidində təəccüblü bir şey gördüm. Gördüyünüz nə idi ki, sizi bu qədər narahat elədi? Allahdan diləyirəm ki, qəm-qüssəni qəlbinizdən yox eləsin. Allah Rəsulunun, Allahın salamı ona və ailəsinə olsun. Namaz haqqı tövsiyələri bu olub. Namaz müminin meyracıdır. Ona baxmayaraq bəzi qardaşları gördüm ki, öz namazlarına biganə yanaşırlar. Biri saqqalı ilə oynayır. Biri paltarına fikir verir. Digəri isə tələsi səcdəyə gedir. O səcdəsini ona vacib olduğu şəkildə tamamlamır. Ola bilər ki, onlar namazın hökmündən heç nə bilmirlər. Onlar yalnız ruzi tələb eləməklə məşğuldurlar. Ruzi tələb etmək dini işlərin həyata keçməsinə mane olur, yaxud o şəxs ki, cümə günündə özünə vaxt ayırıb, amma halal haramın və ibadətin mənasını bilmir. Ola bilər ki, bir kişi 50 il ibadət eləsin, amma Allah onun bir namazını da qəbul etməsin. Bundan da dəhşətli nə ola bilər ki? Allaha pənah aparıram. And olsun Allaha, insanlardan biri bu kişi kimi namaz qılsaydı, namazı yüngül saydığına görə həmin namaz qəbul olunmazdı. Bəs Allah bu namazı necə qəbul eləsin? Həqiqətən Allah Taala gözəllikdən başqa heç nəyə qəbul etməz. Çalışın ibadətlərə yüngül yanaşın.